Süni intellekt və innovativ texnologiyaların sürətlə inkişafı dəniz nəqliyyatında yeni dövrün başlanmasına imkan verir. Bu inkişaf və yenilik avtonom gəmilərdən istifadəyə şərait yaradır. Avtonom gəmi nədir? Avtonom gəmi səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı gəmi deməkdir. Sözü gedən gəmidəki avtomatlaşdırılmış idarəetmə sisteminə nəzarəti isə avtonom gəminin operatoru həyata keçirir. O əvvəlcədən hava şəraitini, dənizdəki vəziyyəti analiz edərək ən səmərəli yolu seçir. Bundan sonra avtonom gəmi müəyyən edilmiş marşrut üzrə hərəkət edir. Bununla yanaşı, avtonom gəminin operatoru təhlükə yarandığı hallarda operativ müdaxilə edir, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanılmasını və mühafizəsini təmin edir, həmçinin hadisə, qəza və insident baş verdiyi təqdirdə dərhal aidiyyatı dövlət orqanlarını məlumatlandırır. Dənizçilik sənayesinin gələcəyi hesab olunan bu nəqliyyat növü insan səhvlərini azaldır, təhlükəsizliyi artırır, yanacaq sərfiyyatını optimallaşdırır və əməliyyat xərclərini aşağı salır. Bununla da gələcəyin dəniz nəqliyyatı olan avtonom gəmilər daha təhlükəsiz, daha sürətli və daha səmərəli daşımaların həyata keçirilməsinə imkan yaradır.